Salam hörmətli izləyicilər, xoş gördük sizləri RTV kanalında. Əziz izləyicilər, bugün biz gözəl bir şərbət hazırlayacağıq, Gəncə şərbəti. Bunu belə deyim, həyədə, xeyir işlərdə verirlər. Bunun üçün bizə nələr lazım olacaqdır? Su lazım olacaqdır, reyhan toxumu, limon bir dənə. Rəngi biraz sarı olsun deyə, mən biraz sarı xoşlayıram. Onun üçün belə rəng və pesox. İndi başlayırıq hazırlamağa. Deməli, əziz izləyicilər, ilk öncə limonumuzu bu hissələrini beləcə kəsirik və bir neçə belə yerə bölüb xırda-xırda doğrayacağıq. İçindən ilk öncə tumlarını çıxardırıq ki, tumları çünki acılıq verir. Beləcə tumlarını çıxardırıq. Təmizləyirik tumlarını. Burada çox da tumu yoxdur. Və xırda-xırda doğrayacağıq. Elədik və bax, bu şəkildə belə bir neçə hissəyə bölüb qalıb biraz. Və bax, bu şəkildə xırda-xırda bax beləcə doğrayırıq. Düzdür, suyu çıxır, indi sulu zadda içinə tökəcəyik. Tumları hələ burada da var. Bax belə xırda-xırda doğrayırıq. Burada da tumu çoxdur. Görürsünüz, bax, tumları burada var. Ona görə tumlarını ayırmalıyıq. Bu şəkildə. Beləcə tökürük qabımıza. Deməli, əziz izləyicilər, gördüyünüz kimi bax belə limonlarımızı xırda-xırda doğradıq. Üstünə reyhan toxumunu səpirik. Suyumuzu əlavə edirik. Rəngi şey olsun deyə biraz da sarı rəngdən əlavə edirik. Kifayət edər. Və şərbətimizi töküb yaxşıca qarışdıracağıq. Şərbət pesox isə belə deyək. Pesoxumuzu töküb, daha doğrusu. Pesox isə kim çox şirin istəyir, şirin edə bilər. Kim çəm şirin istəyir, amma buna çox gedir. Hardasa bir 7-8 qaşıq tökürük. Və taxta qaşığı götürüb yaxşıca qarışdıracaq.
Rengi de güzel sarı alındı. Beləcə qarışdırıb ki, şərbətimiz hazır olsun. Yəni şəkərimiz ərisin. Belə əziz izləyicilər, şərbətimiz hazır oldu. Rəngi, tamı çox gözəl və süzüb dadına baxa bilərik. Baxın, görün necə gözəl alındı. Dadı isə çox superdir. Həqiqətən əla. Belə hazırlayın. Özünüz də evdə dada bilərsiniz. Yəni şərbət, Gəncə şərbəti belə hazırlanır. Belə, bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun əziz izləyicilər, salamat qalın.